Hər kəsə salam. Bugün sizlərə tez və asan hazırlana bilən mozaik tort resepti bölüşürəm. Bunun üçün bizə 300 qram peçenya, 750 ml süd, 3 banan və 1 paket pudinq lazımdır. 750 ml südü ocağın üzərinə yerləşdirib, üzərinə 1 paket pudinqi əlavə edib, qarışdıraraq bişiririk. Qaynadıqdan sonra altını vamxodda qoyub, 2-3 dəqiqə əlavə bişirib soyumağa qoyuruq. 3 və yaxud da 4 bananı, bu tamamilə sizin banan sevməyinizdən asılıdır. Şirniyyatdan daha çox banan dadının gəlməyini istəyirsinizsə, 4 dənə banan da əlavə edə bilərsiniz. Mən 3 dənə əlavə eləmişəm. Blenderdan keçirdiyimiz bananı əzdiyimiz peçenyaların üzərinə əlavə edib yaxşıca qarışdırırıq. Mən sport peçenyadan istifadə etmişəm. Siz fərqi yoxdur, istədiyiniz, xoşladığınız başqa bir peçenyadan da istifadə edə bilərsiniz. Mütləq şəkildə peçenyası yumşaqdırsa, pudinqi soyuq şəkildə əlavə edin. Belə bir qəlbə yerləşdirib artıq 1 saat buzluqda saxlayıram. Ondan sonra qaldırıb soyuducunun normal gözündə neçə saat istəyirsinizsə o qədər saxlaya bilərsiniz. Və artıq şirniyyatımız hazırdır. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Necə olub?